Kristi Brown Mənim Sol Ayağım romanında belə deyir. Bunu başa düşmək ağırlı idi, amma lazım idi. Dərk etmək insanın gözünü həqiqətə açmaqdır. Bəzən bu şuur həyata fərqli baxış bucağından baxmağı tələb edir. Acı verici ola bilər. Çünki qarşıdurma həmişə olur. Bu əsəb deyil. Ancaq bu qarşıdurma böyümə və dəyişikliyə doğru ilk addımdır. Həqiqəti görmək, öz məhdudiyyətlərini və zəif tərəflərini başa düşməyi, görməyi özü ilə gətirir. Bu insanı zəiflətmir. Əksinə, möhkəm təməl yaradır. İnsanları dayanıb yenidən düşünməyə və həyatı daha mənalı etməyə sövq edir. Bu şuur insana öz yolunu tapmağa və mənalı həyat qurmağa imkan verir. Çünki dərk etmək təkcə həqiqəti görmək deyil, həm də özünü tapmaqdır.